Elman müəllim, mən sözü sizə vermək istəyirəm. Siz də xarici siyasətlə bağlı tez-tez diskussiyalarda iştirak edirsiniz. Bu forumda, ADA Universitetində keçirilən forumda əsas məqamlar hansılar sizin diqqətinizi cəlb elədi? Bəli, hörmətli Faiz müəllim, haqlısınız və artıq sayca 7-ci dəfə keçirilən ADA Universitetində keçirilən bu beynəlxalq forumda Cənab Prezidentin çıxışında bir sıra strateji əhəmiyyətli, fundamental məsələlər diqqət mərkəzində saxlanıldı və elə tədbiri açarkən də hörmətli Hafiz müəllim Paşayev Cənab Prezidenti təqdim edərkən söylər ki, dünyanın ən təcrübəli liderlərindən biri. Yəni, bu sözün birisi çox böyük mənası var. Həqiqətən də bugünkü dünyamızdan bəlkə də bu qədər mürəkkəbliyinin və bu qədər qarışıqlığının və dünyamızın bu qədər bəlkə də ədalətsizliyin kökündə dayanan çox saylı səbəblərdən birincisi bəlkə də dünyada qlobal lider defisitinin kəsrinin olması ilə bağlıdır. Və bu reallıq fonunda doğrudan da Azərbaycan dövləti elə də böyük dövlət deyil. Amma elə Cənab Prezidentin təbirincə desək, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, amma onun sözünün mənası və çəkisi böyükdür. Amma dövlətimizin başçısı o qədər təvazökar insandır ki, söyləmir ki, dövlətin böyüklüyü, sözünün böyüklüyü əslində onun misilsiz fəaliyyəti ilə bağlıdır. Və Cənab Prezidentin hər bir sözünə beynəlxalq aləmdə çox böyük diqqətlə yanaşırlar. İndi hörmətli müəllim söylədi ki, Cənab Prezident çox güclü, deməli, analitik qabiliyyətə və proqnozlarda da həyatda öz təsdiqini tapır. Elə bu fikrə dəstək olaraq söyləyeyim ki, dünyanın nə qədər siyasi institutları, nə qədər beyin mərkəzləri, analitik mərkəzləri hesablamalar aparırdılar ki, 2024-cü ildə keçirilən Birləşmiş Ştatlar 5 noyabr prezident seçkilərində kim qalib gələcək? Heç kim dəqiq mövqe ifadə edə bilmirdi. Amma Azərbaycan prezidenti Cənab İlham Əliyev Şuşada yay ayında keçirilən ikinci beynəlxalq media forumunda demək ki, yeganə dünya miqyasında şəxs oldu ki, açıq mətndən dedi, Trumpın qalib gəlmə şansını çox yüksək qiymətləndirdi və əslində onun qalib gəlmə anonsunu verdi. Həqiqətən də bu fikir öz təsdiqini tapdı və mən çıxışımda belə bir ifadə işlətdim ki, Azərbaycan dünyada sözünün məna və çəkisi böyükdür. Bu fikrin təsdiqi kimi dövlətimizin başçısı məlum forumda belə bir məqama diqqəti cəlb etdi ki, bu günləri bizim strateji müttəfiqimiz olan, bizim hərbi müttəfiqimiz olan Türkiyə ilə bizim üçün dost dövlət olan İsrail arasında münasibətlər çox gərgindir və bu əslində iki ölkənin də problemi deyil. Bu gərginlik regional təhlükəsizliyə çox mənfi təsir göstərir. Və Cənab Prezident qeyd edir ki, yaxın keçmişimizdə bu artıq ikinci dəfədir ki, belə çox ciddi qarşıdurma mühitidir və dedi, Azərbaycan dövləti bu iki bizim üçün son dərəcə xüsusi çəkiyə malik olan dövlət arasındakı bu anlaşılmazlığın, bu gərginliyin aradan qaldırılmasına töhfə verdi. Yəni, Azərbaycanın çox ciddi vasitəçiliyi oldu ki, bu problem öz əlini tapdı. Və eyni zamanda onu da söylədi ki, indiki situasiyada da biz Türkiyə və İsrail arasında yaranmış bu gərginliyin aradan qaldırılmasında biz maraqlı tərəfik və bu istiqamətdə biz öz fəaliyyətimizi göstərik və bu tədbirin ardınca həm də o məlum oldu ki, həm Türkiyənin, həm də ki, İsrailin xüsusi xidmət orqanlarının Azərbaycanda görüş keçirildi və bu artıq o deməkdir ki, Cənab Prezidentin dediyi hər bir ifadə, hər bir mövqe konkret əməli işlə öz təsdiqini tapır.